surəsindən 46-cı surənin 29-cu ayəsindən olacaq inşallah. Burada deməli Allah bizə cinlərdən, cinlərin üstündən, cinlərin imanından, cinlərin hərəkətlərindən bizə bir ibrət verir. İndi gəlin baxaq görək ki, cinlər haqqında Allah burada nə yazır, nə buyurur. Öncə ayəni oxuyaq və görək ki, Allah bizə nə buyurur. Lənətlənmiş şeytandan Allaha sığınıram, ismi ilə Allahın Rəhman-Rəhmin. Bir zaman bir dəstə cini sənin yanına yolladıq ki, Quranı dinləsinlər. Burada bir zaman bir dəstə cini sənin yanına yolladıq ki, Quranı dinləsinlər. O demək deyil ki, bir dəstə cinə vəh olunub ki, gedin, Peyğəmbər orada Quran oxuyur, onu dinləyin. Mövzu o deyil. Yəni, hardan bilirəm o deyil? Çünki oxuduqca yavaş-yavaş bu dəlillər, bu ortaya çıxacaq bu dediyim. Çünki həqiqətən cinlər ki, buna qulaq asırlar, qulaq asandan sonra heyran olurlar, məhtəl qalırlar. Və nə Məhəmməd Peyğəmbər, nə də məsəl üçün Məhəmməd heç Peyğəmbər də bilmirdi ki, yanında cinlər var, onlar ona neynir, qulaq asır. Onu da çox bilmirdi. Hardan bilirik? Eyni ilə 72-ci surədə Allah buyurur ki, de ki, mənə vəh olundu ki, cinlərdən bir dəstə dinlədi və dedilər, biz heyrətamiz bir Quran eşitdik. O hak yolu göstərir, ona görə də ona inam gətirin. Və heç kəs Rəbbimizə şərik, o hak yolu göstərir, ona görə də ona inam gətirdik. Yəni bundan öncə inam gətirməmişdilər. Sonra isə deyir ki, nə etdik? İnam gətirdik. Və heç kəsi Rəbbimizə şərik qoşmayacaq. Həqiqətən Rəbbimizin cəlalı çox ucadır. O özünə nə bir zövcə götürmüşdür, nə də bir uşaq. Doğrusu bizim səfehimiz Allah barəsində tamamilə yalan söyləyirmiş. Biz zənn edirdik ki, insanlar və cinlər Allah barəsində yalan danışmazlar. Deməli, bunlar inam gətirdilər, haçan? Peyğəmbərin yanına ki, gəldilər, dinlədilər o ayəni, Quranı oxumasını dinlədilər. Ondan sonra nə oldu? İnam ondan sonra gətirdilər. Yəni, əgər biz buradan götürsək ki, bir dəstə cin deyir ki, bir zaman bir dəstə cini sənin yanına yolladıq. Yolladıq o mənada deyil. Onlara vəh etdik ki, gedin Quranı dinləsinlər deyə. Quranı dinləmək üçün yollamamışdı. Yəni, vəh etsin ki, gedin Quranı dinləyin. Yox. Burada mövzu nədir? Məsəl üçün, götürək belə ki, hər bir insanın qarşısına çıxacaq bir iş, bir həyatında məsəl üçün bir adam rast gəlir ona, bir hadisə baş verir, hər hansı bir şey olur. O, bütün bunların hamısı təsadüf deyil. Bu bizim həyatımızda imtahan üçün deyək ki, imtahan üçün biri rast gəlir sənə, bir hadisə baş verir, tutam ki, sən Türkiyəyə uçub getmişsən, Rusiyaya uçub getmişsən, orada hər hansı bir hadisə baş verib, dəvətmi eləmişsən, yaxud alvermi eləmişsən, hansısa bir işin dalıcan getmişsən. Bunlar hamısı təsadüf deyil. Və gedəndə yolda kimsə qarşıma çıxa bilər, hər hansı bir insanla ünsiyyət eləyə bilərsə, bunlar heç biri təsadüf deyil, bunlar hamısı imtihanla əlaqəlidir. İndi burada da Allah cinlərin beyninə hansısa bir plan, hansısa bir fikir yürüdür, salır ki, onlar deyək ki, məmləkətlərindən çıxıb hər hansı bir yerə yol üst tutub geçsinlər ki, orada da Peyğəmbər Quran oxuduğu halda onu görsünlər və onu dinləsinlər, onu eşitsinlər deyə. Demək, mövzu budur. Yoxsa bunu belə oxusaq ki, cinlər artıq bilirdilər, onlara vəh olunmuşdu ki, gedin dinləyin. Onlar elə olsaydı, onda heç onlar deməzdilər ki, biz əcaib bir şey eşitdik, biz inam gətirdik. Zaten vəh gəlirdisə onlara, zaten kontaktda idilərsə onlar Allahla, onda bu onlara bir qəribə bir şey gəlməzdi. İndi burada biz onu öyrəndik, başa düşdük ki, demək bir zaman bir dəstə cini sənin yanına yolladıq ki, nə olsun? Quranı dinləsinlər. Demək, Quranı dinləmək üçün. İndi, baxın, buradan biz nə ibrət almalıyıq, nə başa düşməliyik? Məsəl üçün, əgər sən indi oturub bu videoya baxırsansa, demək ki, Allah səni bu ayələri eşitməyin üçün, səni bu gündə, bu saatda, bu yerdə sənə Quranı dinləyəsən deyə, ibrət alasan deyə, səni bu hadisəyə, bu videoya deyək ki, yollayıb ki, sən onu eşidəsən. Amma o demək deyil ki, sənə vəh eləyib, yox.
yaxud sən Quranı açırsan, yaxud kimdən sənəsə eşidirsən, o eşitdiyin adamı sənin qarşıma çıxartması, sənə haqq sözü sənə eşitdirməsi, bu kim tərəfindəndir? Bu Allah tərəfindəndir. İndi buradan bunu biz yenə nə çıxardırıq davam edərək? Onu dinləməyə. Oradan demək belə çıxır ki, Peyğəmbər Quran oxuyur, oradan da bir dəstəcin onun yanından keçib gedir. Keçib gedəndə birdən baxıb görürlər ki, kimsə Quran oxuyur, Peyğəmbər Quran oxuyur. Neynirlər? Onu dinləməyə gəldikdə, gəlib ki, dinləməyə başlayırlar, yanından keçəndə, bir-birinə nə deyirlər? Bir-birinə deyirlər ki, qulaq asın, dinləyin. Bu ərəb sözündə bu söz, ansitu sözü həm susun deməkdir, həm dinləyin deməkdir. Yəni qulaq asın, susun, sakit olun, dinləyin. Gəlin yanı dinləyək deyib sakitləşirlər, hamısı dinləməyə başlayır. Və qurtardığı zaman, yəni buradan nə götürürük? Yəni cinlər o Qurana qulaq asırlar, qulaq asdıqları zaman eşidirlər, eşitdikləri zaman nə edirlər? Bir-birinə susun deyirlər. İndi baxın, burada cinlərdən bizə ibrət alınacaq şey nədir? Burada cinlərdən bizə ibrət alınacaq şey odur ki, cinlər oturub Quranı eşitdiyində birinci dəfə eşidir onu. Bir-birinə susun deyir, yəni ehtiram göstərir, hörmət göstərir bu səsə, bu oxunuşa, bu eşitdiklərinə heyran edir onları, deyir susun, dinləyin, sakit olun. Və dinləməyə başlayırlar. Dinləməyə haçana qədər dinləyirlər və oxunub qurtardığı zaman. Demək, qurtarana qədər nə edirlər? Onu başlayırlar dinləməyə. Buradan nə öyrənirik biz? Buradan öyrənirik ki, necə Allah başqa ayələrdə deyir ki, Quran oxunduğu zaman susun ki, bəlkəm sizə rəhm olunsun. İndi biz buradan onu öyrəndik ki, Quran oxunduğu zaman gərək səs, küy, maniçilik törətməyəsən. Gərək sakitcə oturub ona qulaq asasan. Ki, başqa ayədə dediyim kimi Allah buyurur ki, Quran oxunduğu zaman susun ki, bəlkəm sizə rəhm olunsun. Sonra ikinci, yenə burada öyüd nə var bizə? Burada bir dənə də öyüd odur ki, və qurtardığı zaman. Day, nə qədər oxuyacaq? Bu nə qədər oxuyacaq? Bu, məsəl üçün, yandırırsan roliki, baxırsan, dindən, Qurandan, Allahdan, zikirdən bir mövzu gedir. Baxırsan, deyirsən, bu nə qədər gedir? Bu 15 dəqiqə gedir. Bu, nə bilim, 18 dəqiqə gedir. Mən bunu oturub gərək qulaq asım. Və nə inir? Canı sıxılır. Buna rahat nədir? Hələ indiki gənclər daha rahat nədir onun üçün? Geçsin, TikTok'a zada girsin, orada saniyələr söhbətidir də, daha orada dəqiqə mövzusu deyil. Dərhal fırladır rolikləri bir-bir, hər biri 20 saniyə, 15 saniyə, 10 saniyə səbri çatmır ki, o hər hansı bir mövzuya bir 10 dəqiqə, 15 dəqiqə, 20 dəqiqə, yarım saat, 1 saat vaxt ayırsın. Hansı ki, biz bunları öyrənmək üçün saatlar, günlər, illər sərf eləmişik. Yəni 30 ildən yuxarı bu Quranın içində əgər işləyiriksə, bu o deməkdir ki, hər bir mövzu nə qədər tarixi, nə qədər hədisləri, nə qədər bütün bu mövzuların hamısını oxumadan sən sadəcə belə üzdən keçib geçirsən, sən heç nə başa düşə bilməzsən. Sən bütün bunların hamısına yiyələnməlisən ki, oradan sonra sən özünə nəticə çıxardasan ki, burada mövzu nədən gedir, bu ayə hansı nə ilə əlaqəli nazil olunub və demirəm məhkum eləyəsən ona ki, bu ayə o filan şeylə əlaqəlidirsə və salamda başqa şeylə əlaqəlidir. Xeyr, biz bunu, məsəl üçün bugün bu cinləri əgər Allah bu Quranda qiyamət gününə qədər bizə ibrət üçün bu ayələrin içinə, Quranın içinə yazıb salıbsa, demək bizim üçün burada nə var? İbrət var və görün ki, cinlərdən belə ibrəti insan alır, cin deyib yəni keçməyin, cinlərdən belə ibrət alıb, neynir? Həyatını düzəldir. Doğru yol nədir? Doğru hərəkət nədir? Kimdən öyrənirik burada? Cinlərdən. İndi hansı ki, təsəvvür eləyin ki, hələ cin kimdən öyrənir? İnsandan. Təsəvvür eləyin ki, indi mən tutarım ki, çölla gedirəm, bir cin gördüm, misal üçün deyək də, bir cin gördüm, oturub neysə oxuyur, mən ondan dinləyirəm onu, sonra nə edirəm? Gəlirəm, burada çıxıram YouTube'a, deyirəm ki, ay cəmaat xəbərimiz var, nə olub? Bəs bir cin dinlədim, gördüm ki, onlara belə bir şey vəh gəlib, belə bir şey oxuyurdu. Çox əcaib idi, çox gözəl idi. Gəlin ibrət alaq, gəlin belə eləyək, gəlin elə eləyək. Onun oxuduqlarında çox gözəllik var, çox... Mənə daşa basarlar ki, sən nə danışırsan? Biz insanlarıq, onlar cinlərdir, biz cinlərdən ibrət alacağıq, biz cinlərdən durub nəsihət götürəcəyik. O cinlərə aiddir, cinlərə vəh olunub, cinlərə aiddir, bizə aid deyil ki, biz insanlara. Yenə insana gəlsəydi, desəydin, yenə hardasa vazmoş şey vardı bir... nə deyim belə, yəni
mümkün olardı. Amma ki sən indi iddia edirsən ki, biz cinlərə gələn vəhiy, cinlərə gələn ibrət, nə bilim, nəticə kitab olaraq, qanun, biz onlara riayət edək, ibrət alaq. Sən nə danışsan deyib daşa basardılar adamı. Amma cin deyib keçməyin. O bəyənmədiyi, bəzi adamların bəyənmədiyi o cin ki, bir adama baxır, üstü başı və yaxud bir pis gündədirsə, ona bir şey kimi nə deyir? Cini oxşayır deyir. Hansı ki, sanki cini görüb, fotolarını görüb ki, hansı Allah Quranda deyir ki, cin sözünün özü, cin sözü ərəb dilindən tərcümədə görünməz deməkdir. Yəni onu görmək mümkün deyil. Bizim gözümüzə o görünmür. Biz o şüalarla onu tuta bilmirik, biz onu görə bilmirik. Amma bir adamı görəndə, bir pis şey görəndə dərhal ona deyirlər ki, cinə oxşayırsan məsəl üçün. Belə bir şey var. Hansı ki, Allah cinlərin əgər kafirləri varsa, müşrikləri varsa, münafiqləri varsa, müsəlmanları da var. Yəni biz görün ki, burada Allah insanları deyil, burada cinləri bizə ibrət olaraq Allah, öyüd nəsihət olaraq Allah bizə nə edir? Öyüd nəsihət verir ki, biz buradan cinlərdən ibrət alıb öyüd nəsihət götürək və ölçü götürək özümüzə. İndi davam edirik. Nə edirlər cinlər? Cinlər onunla demək, dedilər ki, onu orada demək, dinləyəndə nə dedilər? Birinci işarə nə oldu? Bir-birinə dedilər ki, susun, sakit olun, dinləyin. Burada demək, dinləyirlər onu və nə edirlər? Və oxunub qutardığı zaman, yəni onun oxunmasına səbirlə yanaşdılar. Səbirlə yanaşıb onu qulaq asdılar. Qutardıqdan sonra nə etdilər? Yollarına davam eləmədilər, planlarına davam eləmədilər. Ki, biz hara gedirdik? Eşitdik, bitirdik, indi davay yolumuzu davam. Nə etdilər? Dərhal nə etdilər? Xəbərdar etmək üçün öz qövmünün yanına qayıtdılar. Tez tələsik qayıtdılar. Demək, gözəl bir şey eşitdilər, ibrət aldılar və dərhal nə etdilər? Qayıtdılar. Hara? Öz qövmünün yanına. Ki, tez bu xəbəri çatdırsınlar. Tez bu möcüzəni, bu gözəlliyi tez onlara xəbər versinlər. Da elə yox ki, demir ki, getdilər öz ailələrinə xəbər verməyə. Deyir, getdilər qövmlərinə xəbər verməyə getdilər. İndi buradan nə götürürük? Yəni, əgər bir müsəlman tutub oturursa, Allahın kitabının üzərində oxuyub düşünürsə və yaxud da ki, bir müsəlman ona öyüd nəsihət verirsə, Quranı ona hansısa bir hissələrini açıqlamaq, burada hər bir insan özü Quran oxumalıdır. Amma açıqlanmanın faydası nədədir? Məsəl üçün, belə bir misal gətireyim. Bir usta, deyək ki, bir gözəl usta, tutam ki, bir işlə məşğuldur. Yonmayla, ya ev tikməklə, ya hər hansı bir işlə məşğuldur. O işi, məsəl üçün də, belə deyək, yanına bir tələbə götürür, ona başlayır nə etməyə, öyrətməyə. Öyrədəndə, məsəl üçün, bir var ki, o uşaq özü öyrənə bilməz, özü öyrənəcək. Amma öyrənə bilər zaman, səhv eləyə, səhvini düzəldə. Bunu belə eləsəm daha yaxşı olar, belə eləsəm daha gözəl olar. Bunu eləyib, o nə eləyə bilər? Onu tamlıqla, gözəl şəkildə öyrənib, yaxşı usta ola bilər. Amma onun bir çox zamanını, ömrünü, illərini alacaq o. Usta da orada ona görə lazımdır ki, o məsəl üçün 10 ilmi deyək, 15 ilmi deyək, 20 ilmi deyək, itirdiyi zamanı ona 10 dəqiqənin içində o püf nöqtələrini, o deyək ki, sirləri, asant yolunu öyrədir ki, o həmin o şagird yiyələnsin ona daha tez zamanı, səhvləri olmasın və zamanı getməsin. 10 ildən sonra deməsin ki, mən bilsəydim 10 il bundan qabaq bu yolunu, mən bunu eləyərdim. Hansı ki, o usta həmin o yoldan keçib, indi artıq ona başa salır ki, sən bunu bu cür yox, bu cür eləsən daha tez, daha gözəl və daha effektiv, qüvvəli olar. Və əgər o həmin öyüd nəsihəti götürsə, qəbul götürsə, onda onun zamanı kiçik bir zamanda o nə eləyər? Yiyələnər həmin, məsəl üçün, sahəyə, həmin işə. İndi burada, məsəl üçün, elə ayələr vardır ki, o ayələr, vallahi, 6 ilmi alıb. Elə ayələr var ki, 3 ilmi, elə ayələr var ki, 5 ilmi alıb ki, mən ona 5 ildən sonra gəlmişəm. Yəni, söhbət ondan getmir ki, mən onu, 5 ildən sonra bilmişəm ki, bu ayə budur. Yox, 5 ildən sonra mən nəyi bilmişəm? Məsəl üçün, sən hər hansı bir şeyi biləndə, onun bir tərəfini ola bilər bilirsən. Hansı ki, o ola bilər ki, 5 tərəfi var. 5 tərəfi var, 5 dənə mənası var, 5 dənə ona olan yanaşma podxod var, hansı ki, sən ona bir cür baxırsan, hansı halda, elmivin zəif olduğu halda. Amma get-gedə, sən artıq ona 5 tərəfdən baxa bilirsən, obyektiv baxa bilirsən, ona görə bu lazımdır. Mən görürəm ki, vaxt bitir, zaman bitir. İndi mən bunu bitirirəm, Allahın izni ilə
yazacağım ki 1, yəni birinci hissə, sonra yazacağım 2. Mütləq ki, birinci hissəyə baxın, sonra ikinci hissəyə baxın ki, başa düşəsiz. İkinci hissəyə birdən baxanda, birinciyə baxmadan bir çox şeyləri ola bilər ki, qaçırasınız. Ona görə mütləq bunun birinci hissəsinə, ikinci hissəsinə baxanda qayıdın mütləq birinci hissə ilə tanış olun.